əslində elm məclisində oturmaq, təravih qılmaq, vaxt keçirmək Allaha inanan insan üçün bu bir fırsat. Yəni Allah eləməsin birinin ölüm itimi olar, çıxıb gedəsə o başqa məsələ. Amma sonunda belə məclislərdə xeyir istəyən adamlar qalır. Bu mümkün deyil. Başa düşürsünüz? Sözümün əvvəlində qardaşlar nəyi demək istəyirəm? Bu məclislər çox dəyərlidir. Bu məclislərin bilirsiniz bir vəsiləsi var. Yəni buraya yığılırıq bəlim, bundan öncə bir iftar süfrəsi olur. Ona görə mən təşəkkür eləmək istəyirəm. Öz adımdan, sizin adından, bütün qardaşların adından. Burada bu qədər müddəti boyunca iftar eləyən, iftar verən bütün qardaşlara. Xüsusən də büyünü Daşlı qardaşa. Hansı ki, həm yerini açdı bizə, həm də bu qədər insanın iftar verməsinə səbəb oldu. Allah qardaşın malına, puluna bərəkət versin və dində, imanda sabit saxlasın. Bu gözəl bir əməl idi, gerçəkdən gözəl bir şeydir. Bir də ayrıca hər dəfə deyirəm, biz bu xeyri həmişə paylaşırıq, düzdürmü? Məsələn, əlhamdülillah qardaşlar, Allah canlarını sağ eləsin. Bizim qardaşların bir çoxları, əlhamdülillah, minnətsiz qardaşlar çalışırlar. Bizim dəvətimiz, Gürcüstandakı dəvətin təməli 1998-ci ildə başladı. Qaxetdə, Telavda, Qaracalada Əhl-i Sünnənin dəvəti 1998-ci ildə başladı. Və o gündən bugünkü günə kimi, bugün 2025-ci ildir, üstündən 27 il keçib. Bizim dəvətimizin heç bir zaman, heç bir hərəkatı, təbliğatı, bu din üçün zəhmət çəkməyi heç bir zaman bir maddəyə, bir pula bağlanmayıb. Bizim qardaşların hamısı, əlhamdülillah, bu mənhəci götürüblər. Mən burada olsam da, olmasam da, mənim dostlarım, mənim tələbələrim, mənim qardaşlarım İslam üçün hamı, Allah üçün bir mənfəət olmadan görürsən ki, neynirlər? Bu yolu davam elətdirirlər. Və bunun, bu cəmaatın, bu dəvətin getməyinin sirlərindən biri budur. Əgər bu işin içinə bir mənfəət qarışsaydı, o mənfəət qədər bu dəvətin bir ömrü olardı. Lakin biz başdan bu şeyin qarşısını aldıq. Kimsə, məsələ əvvəllər bilirsiniz də deyirlərdi, vahabistlər pul alır, vahabi saqqalılar pul alır. Sonra deyirlərdi, 5 sant olan az aldı, 10 sant olan çox aldı. Nə boyda bıraxsan, o boyda çox aldı. Yəni, hər cür bir şeylər çıxırdı. Ay, bunlara hardan gəldi pul, bunlar hardan yaşayırlar, bunlar işləmlə quşlar. Elə deyir, qardaşlar. Bizim dəvət, elhamdülillah, heç bir zaman bir maddiyyətə bağlanmıyor. Hamımızın kasıb günlərimiz olub, hamımızın çoban günlərimiz olub, bostanda ala çəkmişik, qardalı dənləmişik, piçə-çiçə eləmişik, mal kürəmişik, qəsəvli eləmişik, daşı qazıya-qazıya hamımız bu dinə təbliğ eləmişik. Allah qardaşların canını sağ eləsin, sonra iriləndilər, hərəsi gedib bir yerdə əhbəh pulunu qazanmaq üçün. Allahın lütfü böyükdür. Lakin demək istədiyim odur ki, biz bu dini, bu dəvəti əsla maddiyyətə bağlamamışıq. Kənddə imamımız varmı? İmam var. Tiflisdə cəmaatı yönətən qardaş var, mənim təyin elədiyim var. Gedin Ayxan qardaş. Dünən də Ayxanın adını ilkin demişdim. Ayxan qardaş, Allah canını söyləsin. Bax, bu qardaşlar Ayxandı, Agiliydi, Resantdı, ondan sonra kim? Vüsaldı, Rezodu. Yəni, qardaşları adlarını saymaq istəmirəm. Çünki bəzi rol olan qardaşlar deməyəndə sonra xatırına deyə bilər. Yəni, genel olaraq hamımız qardaşlar bunu bərabər eləyirik. Yəni, dinimizi bərabər yaşamağa çalışırıq. Namaz bərabər qılmağa çalışırıq. Kiməsə nəyisə öyrətməyi bərabər çalışırıq. Düzdür, yoxsa yox. Biz bu şeyləri eləyərkən bir-birimizə mənfəət güdürükmü? Məsələ, mən şəhərə gəlmək istəyirəm, gəl mənim maşınıma benzin tök. Belə bir söhbət varmı? Yox. Mən, məsələ, Ayxana deyim ki, Ayxan, sən bugün belə eləyən, Ayxan desin ki, onları belə eləyirəm. Belə bir şey yoxdur. Bizim dəvətimiz, qardaşlar, 27 il sürəcək, hamısı Allah qardaşların canını sağ eləsin, hamısı Allah üçün olur. Qardaşlar var, elhamdülillah, canla başla çalışırlar. Allah da onların dəvətinə də bərəkət verir. Canla başla çalışırlar. Bir adam gəlsin, bu cəmaatı yönətsin, başında dursun, toplantılara çağırsın.
Buna vaxt istəyirmi? Vaxt istəyir, düzdürmü? Və bunu bir adam bu şeyləri eləyərkən biraz işindən alır, gəlirini azaldır, ailəsindən çox vaxtı cəmaata keçirir. Bunu da Allah boşuna qoymur. Allah da bunun qarşılığında nə edir? O insana həm savab verir, həm də əlində insanların hidayətinə vəsilə olur. Bunu ona görə özəlliklə deyirəm ki, mən qardaşların bu birliyindən, bərabərliyindən, sayğısından, hətta sən təsəvvür elə, mən gedirəm, aylarla gəlmirəm. Düzdürmü? Bu nə tər ola bilir? Bu da cəmaat yönətilir və Veysal burada yoxdur. Bu cəmaatın başı burada yoxdur. Çünki burada bir organizə var qardaşlar, burada bir qanun qayda var. Biz, əgər bugün içimizdə olan, uşağı göndər bura, əgər bu uşağı biz məsləhət görsək ki, bu cəmaatı bu yönətəcək, bizdə bir qayda var ki, bu uşağın dediyini dinləmək bizim üçün bir dini görəvdir. Bu uşağın yaşına baxmayacaq biz. Biz bugün içimizdə bu ən çox Quran biləndirsə, bunu imam təyin elədiksə, cəmaat qalxıb etiraz eləməyəcək ki, o mənim budum boydadır, mən onun dalında niyə namaz qılım. Elə bir şey yoxdur. Çünki dində önəm nəyə verilir? Bilgiyə və zəhmətə və ixlasa. Bununla qardaşlar biz bu şey ölçüb biçirik. Qardaşlar sağ olsunlar, mən olmasam da çox gözəl şəkildə yönətdiklərini görürəm. Bu sevindirici bir şeydir mi? Çox sevindirici bir şeydir. Niyə? Çünki bu dəvətin bir adama bağlı olması yanlış bir şeydir. Özümüzə biz dəvət eləməməliyik heç bir zaman. Özümüzə. Xeyr, biz ölücüyük. Bugün varıqsa bax, yoxuq. Amma biz elə bir çalışmalıyıq ki, bu din uğrunda. Elə bir yol çizməliyik ki, sabah o bir söz var, öləndə gözüm arxada qalmaz. Öləndə gözümüz arxada qalmamalıdır. Bu bir arx açılmalıdır, bir kanal açılmalıdır və o axışı ilə davamlı şəkildə getməlidir. Elhamdülillah. Bugün Allah qardaşların canını sağ eləsin. Bir-birlərinə çox gözəl padyaşqa verirlər. Bir-birlərini gözəl şəkildə sayırlar, təqdirə qoyurlar. Ondan sonrasında bir iş eləmək istəyəndə həmən bir-birlərini onu gerçəkləşdirmək üçün yardım. Bu çox gözəl bir şeydir. İç cəmaatın çoxluğu deyil ha. Baxarsan bir yerdə 10.000 adam var. Bir biçkə yandırıb tutulursa hamısı qaçacaqlar. Belə bir şey olmaz. Bu cəmaat deyil. Cəmaat oradadır ki, bir məsələ olanda, bir şey həll olası olanda o cəmaat orada oldu. Onu hamı öz payını elə eləyir. Siz bizim kənddəki o möhtəşəm məscidin tikilişini gördünüzmü? O məscidin 2012-ci ildə tikilişini kim xatırlayır, əlini qaldırsın. Onu tikiliş periyodunu uçurduq, tikdik falan. Maşallah. Pusa sizə detay desəm ki, açıqlan, detay verim. Yadınıza gəlmir ki, ancaq tikildi. Məsələn, mənim gəlmir. Onu biləm ki, uçurduq və tikdik. Amma hancaq tikildi bilinmədi. Niyə? Çünki kəndimiz tikdi onu. Millətimiz tikdi onu. Qardaşlar tikdi onu. Qardaş, yığılırlardı, gəlirlərdi. Mənim özüm şoka düşürdüm. Kənddə namaz qılmayan adamlar var idi. İçki içən adamlar var idi. O ustadır. Gəlir meçdə. Qardaş, biz filan məhəllədən gəlmişik. Nə qayrıq? Ustalardı. Çıxırlardı. Hərəsi 100 blok tikib çıxıb gedirlər. O biri gəlirdi, su yuyurdu. O biri gəlirdi, svarka işini görürdü. Biri gəlir, taxt işini görürdü. Mən qıraqda oturub seyr eləmişdim və o meçid tikildi. O meçid tikildi. Bu bir adamın işi deyil, bu bir kəndin işidir. Bu bir cəmaatın, bir birliyin işidir. Və biz, unutmayın, bunu mən həmişə deyirəm ki, yadımızda qalsın, tarixi unutanda biz həmişə rəzil oluq və tarixə dərs olduq. Biz o meçidin üstünü alanda çox yadımda idi. Üstünü qardaşlar çıxdıq. Allah rəhmət eləsin, Qaxa həyatda idi onda. Uşaqlar, Haldun buradadır mı? Haldun, Qaxa, Azad. Yek uşaqlar çıxdı onun belli uçuran günsü. Bizi ayqon eləyirlərdi kəndin bəziləri. Deyirlərdi ki, heç olmasa başınıza yağış dammır. Uçurup bunu kilsəyə döndərəsiniz. Uçurup bunu viranxanaya qoyasınız. Nəyinizə lazım idi? Qoy tikilib dursun da orada. Biz istəmirik ki, qardaşlar, ömrümüz lüks olsun. Allahın evi uçmuş olsun. Biz istəyirik, qoy bizim ev xarab olsun. Qoy Allahın evi ən lüks olsun kənddə. Bizim uşaqlar onun peşində idi. Xeyr ola. Mənim evim qraskalı olsun, şipalyerli olsun, tərtəmiz olsun, işıq yansın. Yağış yağanda meçidin içində yağış mı sızsın? Meçidin içində yağış yağanda, meçidin içində lənlər qoyduq, bedrələr qoyduq. Dedik ki, belə şey olmaz. Qardaşlar Allah'a təvəkkül elədi, uçudular və Allahın köməyi ilə bizim kənd o meçidi tikdi. Mən ona görə hər zaman deyirəm ki, bizim kəndin, qardaşlar, bizim kəndin, mən gördüyümü deyirəm. Bizim kənddə əlhəmdülillah pis adamlar çox azdır. Adamlar dindən uzaq ola bilər. Bunların da günahı o deyir. Onlar örgədən olmayıb. Biz örgələndi, biz doğulanda hasımızın dədəmiz, cicimiz çağırdı, dedi ki, yeməyi yəyəndə Bismillah deyin.
Sağ əlinlə yeyinən. Abala namaz qıl, oruç tut. Hası dedi ki, sən öləndə Allahın qabağında hesaba çəkiləcəksən. Bizi oturdub qabağında bir dəfə dedilərim ki, bu dünya keçici bir dünyadır. Güclü də olsan, varlı da olsan, bir gün Allah səni aparacaq. Və sən hesaba çəkiləcəksən. Səni heç kim qurtara bilməyəcək. 2 günü həyatını zay eləmə. Yox. Dilimiz açılandan dədə öyrənmişik. Onun anasına söy, bunun bacısına söy yine. Onu belə elə, bunu belə elə. Yaxşı, bu cavanlar yekələndi. Kontrolsuz şəkildə bizim kənd böyüyürdü. Cavan uşaqlar bircalarda qumar, orada domino, burada lodo. Axşam harda içəcək, axşam harda qalacaq. Bu buna söydü, bu buna söydü. Dağdı uşaqları yığırlardı, 10 yaşında, 12 yaşında. Kim yaxşı söyüşlər bilirdi. Bu da oturur, bu buna söydü, ona söydü. Kim bağlayacaq? Gedirdi 12 yaşında uşaq yatırdı sabaha kimi. İnteresli söyüşlər fikirləşir. Sabah mən nə söyleyeyim? Bunlar böyüdülər. Sonra elhamdülillah bir toplumda başqa bir yöntemlə dinini öyrənməyə başladı. Dinini öyrənənlərlə köhnə axılda qalanlar tutuşmamağa başladı. Mən də deyirəm ki, biz bu tutuşmayan bir halda özümüzü onların yerinə qoymamız lazım. Həmən hücum eləmək olmaz. Sən busan, sən beləsin. Yox, yavaş. Kənddə dünən sabah namazında kənddə idim. Büyünü sabah namazında kənddə idik. Bəzi namazlarda heç görmədiyim insanları gördüm meçiddə. Heç görmədi. Axlıma keçməz bu adam meçidə gələcək. Amma bu imandır qardaşlar. Heç kəsə demən ki, bundan namaz qılan olmaz. Bundan olmaz. Hamıdan hər şey ola bilər. Bir namaz qılandan sabah bir gün dünyanın ən alçaq adamı ola bilər. Bir namaz qılan ən sıfır adam ola bilər sabah. Ən sıfır dediyimiz adam sabah ən təmiz insan ola bilər. Mümkündürmü? Mümkündür. Heç kim, heç kəsi küçümsəməsin qardaşlar. Bu qəlblər kimin əlindədir? Aləmləri Rəbbi olan Allahın əlindədir. Sabah Allah kimi necə eləyəcək onu heç kəs bilmir. Biz sadəcə bir-birimizə acıyaq, biz sadəcə bir-birimizi düzəltməyə, doğrulamağa çalışaq. Biz bunu eləsək, çox böyük faydalar olacaq. Əslində söhbətim bu deyil idi. Əslində başqa bir söhbət eləmək istəyirdim. Lakin bunda da bir xeyir var. Xatırlatmaqda bir xeyir var. Nəyi demək istəyirəm qardaşlar? Tövhid ən birinci əmr olunduğumuz şeydir. Tövhid Allah Taala'nı ibadətdə təkləməmiz ən birinci əmr olunduğumuz şeydir. İbadətdə Allah Taala nə etməliyik? Təkləməliyik. Namaz qılacaqsa yalnız kimin üçün qılacaq? Allah. Oruç tutacaqsa yalnız kimin üçün tutacaq? Allah. Zəkat verəcəksə yalnız kimin üçün? Bütün əməllərimizin hamısını aləmlərin Rəbbi olan Allah üçün etməmiz vacibdir. Heç bir yaradılmışın haqqı yoxdur heç bir ibadətdə. Ona görə də baxın, qəbrə ibadət eləmək, ziyaratlara deyilən yerlərə, pirlər deyilən yerə gedib qurban kəsmək, tavaf eləmək, oranın ağacına, daşına, qumuna, dəmirinə sürtünərək hər hansı bir xeyir və yaxud da bərəkət ummaq Allah Teala'ya ortaq qoşmaqdır və ən böyük günahlardan biridir. Bunu zamanında Sovetlər vaxtı müsəlmanların cahilliyindən istifadə eləyərək saxta dindarlar, saxtakar, saxta olan mollalar tərəfindən insanlara bu din olaraq yeritilmişdir. İnsanlara meçiddə namaz, məscidə getmək, tək Allaha ibadət eləmək deyil. Bu doğru ibadətlərin əvəzinə ziyaratlara getmək, pirlərə getmək, gedib orada müşriklərin bütlərə ibadət etdiyi kimi ibadətin növlərini orada ölmüş olan insanlara sərf etmək öyrədilmişdir. Saxta mollalar tərəfindən. Maalesef Sovetlər dönemində buna müsaade etmişdilərmi? Müsaade etmişdilər. Allaha ibadət etmək idi qadağan. Amma ölmüş bir adama ibadət elə bilərdin, bir ağaca ibadət elə bilərdin. Hətta bir heyvana ibadət elə bilərdin. Buna qadağa yox idi. Allaha ibadətə var idi qadağa. Ona görə qardaşlar, qəbrə ibadət eləmək, ağaca ibadət eləmək, pirə ibadət eləmək, ölmüş insandan hər hansı bir aciz olduğu, yəni Allahdan istənilən bir şey istəmək, bu şirkdir, bu küfürdür. Peyğəmbərlərin gəliş səbəbi insanları bundan çəkindirmək olur. Peyğəmbər dönemində də, Peyğəmbər gəlmədən öncə də müşriklər nə inirlərdi? Nə inirlərdi qardaşlar? Ölmüş insanlardan istəyirlərdi, bütlərdən istəyirlərdi.
O bütlər, heykəlini düzəltdiyi bütlərin bəziləri əslində vaxtı ilə dindar adamlar olmuşdular. Onların heykəllərini Allah'a xatırlamaq üçün tikmişdilər, amma ibadət eləmirlər. Zaman gəldi, nə oldu? Onların özlərinə ibadət elədilər. Bir heykəli düzəldirsən, hər hansı bir salih insanın heykəlini, ona ibadət eləyirsən, onunla torpağın altına basırdığın insan arasında bir fərq yoxdur. Rasulullah sallallahu aleyhi ve sellem heç bir peyğəmbərə özü ibadət eləmədi ki, heç bir peyğəmbərdən kömək istəmədi ki. Rasulullah sallallahu aleyhi ve sellem heç bir sahabəsinə mən öldükdən sonra gəlin məndən yardım isteyin öyrətmədi ki. Rasulullah sallallahu aleyhi ve sellemin 110 mindən çox sahabəsi heç bir zaman gəlib Peyğəmbər sallallahu aleyhi ve sellemə ibadətin hər hansı bir növünü sərf etmədi ki. Əhl-i Beyt, Peyğəmbər sallallahu aleyhi ve sellemin Əhl-i Beyti heç biri Rasulullah sallallahu aleyhi ve sellemə ibadətin hər hansı bir növünü sərf eləmədi ki. Hamısı Allahı ibadətdə təklədilər. Ona heç bir şey şərik qoşmadılar. Baxın qardaşlar, şirk, Allaha şərik qoşmaq, Allaha ortaq qoşmaq, Allahdan başqasına ibadəti sərf eləmək o qədər təhlükəli bir şeydir ki, hətta peyğəmbərlər belə Allaha şərik qoşmaqdan qorxmuşdular. Baxın İbrahim aleyhissalama Rabbi cunubni və bəniyyə ən na'budəl asnam. Ey Rabbim, məni və övladlarımı bütlərə ibadət etməkdən qoru. Elm əhli deyir ki, İbrahim peyğəmbər, peyğəmbərlərin atası sayılan İbrahim peyğəmbər Allaha ortaq qoşmaqdan qorxurdusa, başqaları baxın, necə əmin ola bilər bu şeydən. Ən'am surəsini bilirsiniz, Quran-ı Kərimdə nə var? Ən'am surəsi. Nə var? Ən'am surəsi. Ən'am surəsində 18 peyğəmbərdən danışır Allah Azza və Cəllə. Neçə peyğəmbərdən? 18 peyğəmbərdən arxa-arxaya hər peyğəmbərin gəliş məqsədi, nə üçün gəlib, onların sifətləri, onların vəsifləri, ümmətinə öyrətdiyi şeylər. Allah Teala 18 peyğəmbərin arxa-arxaya dəvətindən, tövhidindən, ümmətə verdikləri faydalarından danışır. 18 peyğəmbəri zikr eləyəndən sonra arxasıyla Ən'am surəsinin 88-ci ayəsində Allah Teala bu hekayəni bu aya ilə tamamlayır. وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Əgər bu qədər xeyir işlər görən peyğəmbərlər, əgər Allaha şərik qoşarlarsa, Allah onların bütün əməllərini puç eləyər. Şirk insanın etdiyi əməli puç eləyir. Hansı əməli istəyirsən elə, şirk qarışdırsa o puç olur. İnna Allah la yaghfiru an yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha. Allah həqiqətən ona şirk qoşulmağı bağışlamaz. Sən get Allahdan başqasına qurban kəs, sən get qəbrə tavaf elə, sən get daşdan, ağaçdan, qaloşdan, xiyardan bərəkət sonra deyirəm mən yaxşı iş görürəm. Yaxşı iş deyil bu, pis işdir bu. Allah Teala Quran-ı Kerim'de başka bir ayette buyurur. İnnehu men yushrik billahi faqad harramallahu aleyhil cennet ve me'vahun nar ve ma lizzalimin min ansar. Kim Allah'a şərik qoşarsa, pirlərə, qəbirlərə, heyvanlara, bütlərə, ağaclara, torpaqlara, dəmirlərə ibadəti sərf eləyərsə, Allah ona cənnəti haram eləyər. Və onun gedəcəyi yer cəhənnəm olar, orada onun heç bir köməkçisi olmaz. İnnə şirkə lə zulmun azim. Həqiqətən Allah'a şərik qoşmaq ən böyük zülümdür. Onun üçün qardaşlar, tövhid çox önəmlidir. İlk əmr olunduğumuzdur. Kimin tövhidi qəlbində nə qədər çoxdur, o qədər o insan dində sabit olur. Kimin tövhidi nə qədər zəif olur, o qədər o insanın dində mövqeyi nə olur? Zəif olur. Allah Teala bizləri sabit eləsin. Şirkdən, küfürdən və vəsilələrindən qorusun. Və sallallahu aleyhi ve sellem və bərik alə nəbinə Muhammed.